Yəqin ki, internetdə Samsung süni intellektinin bu formada əlin üzü bağladığı halda şəkilləri qüsursuz emal edə bildiyini göstərən videoları görmüsünüz. Bəs bu həqiqətən doğru məlumatdırmı? Gəlin elə öz çəkdiyim foto üzərindən bu AI imkanını yoxlayaq. İlk olaraq əlimin üzümün bir hissəsini örtdüyü fotonu qeydə alıram. Daha sonra fotoya daxil olub süni intellekt simvoluna toxunuram. Buradan əlin sərhədlərini təqribi olaraq seçmək lazımdır. AI avtomatik özü nə etmək istədiyinizi başa düşüb həmin hissəni çevrəyə alacaq. Növbəti addımda isə yuxarıda çıxan silgi işarəsinə toxunub aşağıdan Generate düyməsini sıxmaq lazımdır. Və budur, həmin möcüzəvi nəticə. Galaxy AI həqiqətən üzümün digər hissələrində olan konturları və detalları əsas götürərək əlimlə bağlanmış hissəni qüsursuz formada təqdim edə bildi. Burada süni intellekt üzümüzün bağlanmamış hissəsini referans alır və sadəcə bu istinadla barmağın altında qalan nahiyələri rahatlıqla təxmin edə bilir. Bu isə o deməkdir ki, həmin videolarda göstərilənlər doğrudur və hazırda Samsung sırf bu imkanlarına görə digər rəqiblərini qabaqlaya bilir. Bəs sizin Samsung smartfonunuzda süni intellektin bu imkanı var? Varsa heç yoxlamısınız? Rəy bölməsində nəticələr barəsində yazın. Ümid edirəm bu məlumat sizin üçün faydalı oldu. Azercell'in təqdimatında daha çox texnoloji həllər və süni intellekt imkanları üçün kanalımıza abunə olmağı və bizi izləməyi unutmayın.